Alqoritmin dəqiq riyazi tərifi yoxdur, amma sözlərin ifadəsində bəli, sonlu sayda addımlar ardıcılıdır. Hər hansısa məsələnin həlli üçün nəzərdə tutulmuşdur. Bəs alqoritmin təsvir formaları hansılardır? Hansı üsullarla təsvir edə bilərik? Sözlər, qrafik Hə, təsvir və alqoritmik dil. sonuncu biri də var, aralıq mövqeyi daşıyan. Sevda kodlarla təsvir edə bilərik. Ən yığcamı hansıdır? Ən yığcam maşının başa düşəcəyi dil, yaxud da kompüterin başa düşəcəyi dil, struktur, təsvir forması belə verir digər tərifdə. Bu hansı idi? Proqram. Proqram yaxud da alqoritmik dil. Bəs bir var, yox, ümumi götürək. Əyani təsvir forması hansıdır? Əyani. Blok sxem. Qrafik Hı-hı. dəyər. Bəs bunun haqqında ən geniş tətbiq ediləndir deyə bilərik? Bəli. Aha. Hətta konkret olaraq deyir ki, mütəxəssislər tərəfindən ən geniş tətbiq edilən blok sxemlərdir. Bəs ən geniş yayılmış hansıdır? Həmçinin də ən sadə. Sözlə təsvir. Ay sağ ol. Alqoritmin üzr istəyirəm, növləri strukturuna görə hansılardır? Alqoritmin növləri. Xətti budaqlanan dövrü. Hı. Xətti budaqlanan dövrü. Heç bir şərtdən asılı olmadan ardıcıl şəkildə yerinə yetirilir desə, Xətti. Xətti. Hı-hı. Müəyyən bir hissənin təkrarı ilə yerinə yetirilir desə, Dövrü. şərtdən asılı olaraq əməliyyatlar yerinə yetirilir desə, Budaqlanan. budaqlanan, bəli. Uşaqlar, budaqlanan növ var, şərti deyə növ yoxdur. Bunu mütləq yadda saxlayırıq. Alqoritmin hansı növündə tam və natamam deyə struktur ayrılışı var idi? Budaqlanma tam Normalde budaqlanma var. budaqlardan biri olmur, amma tam da hər iki budaq olur. Əslində hər iki budaq olur, amma budağın birində əməliyyat bloku olur, digərində olmur. Belə Birində fərqlənir. 2 əməliyyat olur, birində 1 əməliyyat olur. Aha, tam budaqlanmada hər iki qolda əməliyyat olur, natamamda isə birində var, digərində yoxdur. Bəs modifikasiyalı dediyimiz növ hansına aiddir? Dövrüdür mənim. Dövrəyə aid. Bəli, modifikasiya bloku hansı hənəsi fiquruna təsvir olunur? Altıbucaqlı. Figurun Canlı, altında. bəli. Hətta bu qəbul sualı keçən il qəbula düşmüşdü. Yox, daha doğrusu keçən yox, ondan əvvəlki il qəbula düşmüşdü. Keçək alqoritmdə ümumi sizin suallarınıza. Hələ ki, belə deyək də, hansı növə aiddir və s. bunları sizdən soruşmuram. Sizin mənə nəsə sualınız var, hansını ayıra bilmirsiniz. Məsələn, hansı xəttidir deyəndə nəyi nəzərə almalısınız və s. Bunlarla bağlı qaranlıq qalan nəsə var qeydlərinizdə? Yoxdursa əgər mən sizdən soruşacağam onsuz. Məsələn, 3-cü dərəcədən kökaltı ifadələr həmişə xəttidir desək düzgün olar. Yanlışdır, mənfi qiymətlərdən. Yox, müsbət. Mənfi olmadı mənim. 3-cü dərəcə. Kökaltında mənfi olmur. 3-cü dərəcədə mənfi ola bilər. Amma həmişə mənfidir deyə bilmərik. Verilmiş ifadəyə baxmalıyıq və əgər ifadə kəsirdirsə, kəsirə görə deyirik ki, bu budaqlanan ola bilər. Hansı halda kəsirin məxrəci sıfıra çevirməsi halı mümkün olarsa. Tək dərəcənin problemi mənfindən deyil. Tək dərəcənin problemi ola bilər, həmişə deyil. Verilən ifadəyə görə. İfadə budaqlanan da ola bilər, xətti də ola bilər. Bəs bu cüt dərəcə üçün də keçərlidirmi? Yəni cüt dərəcədən olanlar həmişə budaqlanandırmı? Cüt dərəcədə həmişə xəttidir. Yox, cüt dərəcədə həmişə xətti deyə bilmərik. Xətti ola bilər, amma cüt dərəcənin altında mənfiyə getmək halı mümkün deyilsə, bir də əgər məxrəc varsa, orada da mənfiyə getmək halı mümkün deyilsə, rahat deyə bilərik ki, hə, bu xəttidir.
Digərlərini ümumi soruşaq. Bəs bu istisnalardan başqa xətti alqoritmə aid olan hansı nümunələr göstərmək olar? Xətti alqoritmdir deyə bilərik. Xətti alqoritmdir. Məsələn, 2 və ya 3 ədədin cəmi Sahibə- Sahibə perimetr. sahə perimetr, ay sağ ol. Tək dərəcədən Evet, kökaltı ifadələr, kökaltı amma ifadələr. istisnalarımız var idi. Bunlar. Bəs Yəni. hansılar budaqlanandır? Budaqlanan alqoritm. Maksimum ədədin tapılması olar müəllim və ya minimum. Aha, bəli. 2 ədədin maksimum və ya minimum tapılması diskriminantla həll, yəni ifadə tənliyin həlli Həlli. dərəcədən kökaltı ifadələrdə, amma təbii ki, bayaq dediyim istisna vəziyyətlərə diqqətlə baxmamız lazımdır. 2 və ya 3 ədədin bir də müqayisəsi aiddir. Keçək dövrüyə. Dövrüyə aid nəyi xatırlayırsınız? Faktorial. Faktorial. Sonra parça funksiyaları. Məsələn, addım verir və deyir ki, tutaq ki, bir addımla 20 ilə 29 arasında dəyişir. Bu parça funksiyasıdır və dövrüdür. Bir də cəm və hasil işarələri ilə verilən tənliklər bura aiddir. Bəs dövr alqoritmdə ön şərtli növü deyəndə biz şərtin yoxlanma Hesab bloku, yəni istifadə olunmaya da bilər. Ay, sağ ol, bəli. Hesab bloku istifadə olunmaya da bilər. Bəs şərtin yoxlanma sayıla dövr sayı arasında əlaqə necə idi? Bərabər idi. Bir vahid çox idi, elə ön şərtlidə. Şərtin Mürəkkəb sayı. vahid çoxdur, eynən. Son şərtlidə amma bərabər idi. Ay, sağ ol, bəli. Son şərtli də bərabərdir. Bəs belə bir şey deyə bilərik. Son şərtli alqoritmlə gövdə ən az bir dəfə mütləq yerinə yetirilir. Bəli. Bəli. Gövdə deyəndə də hesab blokunu nəzərdə tuturduq. Keçək 4-cü fəsilə. Uşaqlar, proqram təminatı hansı bölməsində öyrənilir? İnformatikanın hansı bölməsində öyrənilir? Software. Ay, sağ ol. Proqram təminatını ümumi qrup olaraq hansı növlərə ayırmışıq? Sistem prosesinin təminatı. Tətbiqi, instrumental. Ay, sağ ol. Sistem, tətbiqi, instrumental. Bəs sistemin hansı qrupları mövcuddur? Baza servis. Baza Baza servis. servis. Bazaya aid olanlarımız. Əməliyyat sistemləri. Əməliyyat Şəbəkə əməliyyat sistemləri, əməliyyat örtükləri. Aha, əməliyyat sistemi, əməliyyat örtüyü, bir də şəbəkə əməliyyat sistemi. Əməliyyat sisteminin özünün tərifi necə idi? Əməliyyat sistemi nədir? Kompüterdəki bütün əməliyyatları idarə edir. Qurğu və Nice. kompüterdəki əməliyyatları idarə edir. Həmçinin də interfeysi təmin edir. Bəli. İnterfeys nədir? Kompüter qurğuları, proqramları və istifadəçilərlə kompüter arasında əlaqə. Ay, sağ ol. Örtüklərin adi əməliyyat sistemindən fərqi nə idi? Köməkçi məqsədlər etmə örtüklər. Bəli. Əlavə imkanlar verirdi. İnterfeysi asanlaşdırır, əlavə imkanlar tanıyırdı. Şəbəkə əməliyyat sistemləri necə işləyir? Lokal və Lokal, qlobal verilən şəbəkə. emal, ötürülmə, saxlanma, bir də kompüterin işinə nəzarət eləyir, şəbəkəyə qoşulmuş kompüterin. Şəbəkəyə qoşulmuş kompüterlərin işinə nəzarət həyata keçirirdi. Bəs şəbəkə əməliyyat sistemləri stolüstü kompüterlərin hansı növündə istifadə olunur? Yəni bir daha xatırlayaq, stolüstü kompüterlərin ev şəraitində istifadə olunanlar, nəşriyyat sistemləri, işçi stansiyalar və serverlər olmaqla növləri var idi. Bunun hansına aiddir? Necə mənim yadıma düşmədi. Şəbəkə əməliyyat sistemi Aha. stolüstü kompüterin hansı növündə istifadə olunur? Orada var idi nəşriyyat Server, kompüterləri, işçi stansiyalar, serverlər, AES, serverlər paylayıcı kompüterlərdir və əslində tərifdə də göstərilir. Deyir ki, şəbəkə əməliyyat sistemləri
Şəbəkədə kompüterin işini idarə edir, faylları saxlayır və s. Belə bir tərif varsa, şəbəkə ilə işləyəndə paylayıcı kompüterimiz server olduğuna görə deyirik ki, server kompüterlərin əməliyyat sistemləri Müəllimə, yəni Unix server, Windows server belə olsa götürür. elə onları da soruşacağam. Aha. Onu de gəlsin. Şəbəkə əməliyyat sistemlərimiz hansılardır? Linux, Novel. Bir də bir sual verim. O Linux iki yerdə var idi. Bir şəbəkə əməliyyat sistemlərində var idi. Bir də əməliyyat sistemlərində var idi. Yəni onun ikisini də götürəcəyik Hər ikisini imtahanda. götürəcəksiniz. Bəli. Hansını desə, birini soruşacaq təbii ki. Hansını desə götürəcəksiniz. Deməli Novel Netware var idi. IBM LAN var idi. Sonra Windows NT var idi. Unix server var idi. Solaris də var idi. Bəli. Windows serverin 2003, 2008, 2012. Aysa versiyalar mövcuddur. Aha. Əslində OS2 var. OS2 özü də şəbəkə əməliyyat sistemidir və onun RAP Connect, RAP Server, bir də 3.0 versiyası mövcuddur OS2-də. O özü də bir şəbəkə əməliyyat sistemidir. Keçək indi adi əməliyyat sistemləri hansılardır? Adi nə? Adi əməliyyat sistemi. Windows, Windows, Hə, MS-DOS, MS-DOS. Linux, Linux. Aha. Sonra Android, şey iOS var idi mi? Netware, Bəli. Netware var idi, Solaris var idi, QNX var idi. MacOS var idi. Bəli. Sonra Symbian var idi. Bəli. MS-DOS da mövcuddur. Aha, Android, bir də iOS, Unix dedi, Windows. Bəli. Bunlar. Bəs bunlardan hansı idi əmrli interfeysə malik olan? MS-DOS. Aysa MS-DOS əməliyyat sistemi. Bir şey yadda saxlayın. MS-DOS, Windows, bunlar hər biri Microsoftun məhsuludur. IBM kompüterlər üçün nəzərdə tutulmuşdur. Ümumiləşdirilmiş formada deyirəm ki, birdən qarşınıza çıxar ki, aşağıdaşların hansı Microsoftun məhsuludur? MS-DOS da aiddir. İkisini götürürdü, MS-DOS və Windows. MS-DOS, Windows, aysa. Keçək örtüklər. Örtüklər dediyi interfeysi asanlaşdırır. MS-DOS-un örtüyü nə idi? MS-DOS-un Norton Command. Norton Commander. Command. Windows'un ki? Windows Command. Windows Commander. Windows Commander. Hə. Sonra digərlərində sayaq örtüklərin geri qalan. DOS Navigator, PC X-Ray, Shell, Frigo, X-Ray, PC Shell, Windows Windows 1, 2, 1.0, 3.1, 3.11. 3.11. Bunlar hamısı oldu bazı. Keçək indi servis. Servisin xidməti, yəni işi nədir? Deməli, əməliyyat sistemi imkanlarını genişləndirir. İstifadəçilərə əlavə xidmət təklif eləyir. Bəli. arxivləşdirmə, arxivdən açma, Ha. Kompüter Verilən virusları ilə mübarizə, Mühafizəsi, bəli. verilənlərin bərpası, Hmm. mühafizəsi, interfeys təkmilləşməsi Aysa. və xarici yaddaşla əməli yaddaş arasında mübadiləni sürətləndirir. Sürətləndirilməsi, eynən. Elə başlayaq üzr istəyirəm, servisdə utilitlərdən. Utilitlər standart proqramdır deyə bilərəm. Bəli. Bəli. Utilitlərə aid olanları bir də sayaq. Deməli, defragmenter, sonra disk scanner, backup, Bəli. Recover. Sonra file File recover, scan disk, system Bəli. information, Sistem drive information. space, Bəli. backup, Bəs defragment. onu Aha. demişdim. Bunları ümumiləşdirsək, utilitlər hansı işləri yerinə yetirir deyə bilərik? Ümumiləşdirsək, narıncı cədvəldə var idi. disk yerini optimallaşdırır, Şəbəkəyə Bəli. xidmət eləyir, müxtəlif rejim formatlarda mətn və faylları çap eləyir, arxivləri yaradır, yeniləyir, informasiyanın mühafizəsini təmin eləyir, əgər nasazlıq varsa bərpa eləyir, yaxud da aradan qaldırır. Sonra
Maqnit disk keyfiyyətini yoxlayır. Diskin sıxılması, bir də sürətin yaradılmasını da yerinə yetirir. Bəli, bunlar Bir də hamısı bir ümumi də götürsək işidir. diskin formatlaşdırmasını Defragmentasiyası, yəni yerinə yetirir. qarşılığın aradan qaldırılmasını da həyata keçirir. Gəlin elə defragmentordan başlayaq. Defragmentorun vəzifəsi nədir? Optimal Daha yerləşdirmə təmin edir. İnformasiyanı İnformasiya- diskdə optimal yerləşdirir. Təmin Bəs edir. onun haqqında deyə bilərik ki, sürətli axtarışı təmin edir. Bəli. Bəli. Çünki həqiqətən də qarışıqlıq yoxdursa, deməli, hər şey bizim üçün əl çatandır. Bunu sürətli axtarışı təmin etmək üsuludur. Sonra ehtiyac sürət yaradan hansıdır? Backup. Backup. Hı. Səhvləri aşkarlayır, aradan Scan qaldırmağı disk. edir. Bəli. Boş sahəni artırır. Drive space. Drive space, yes. Ehtiyac sürət yaradılmış faylları bərpa eləyir. Recover. Sağ ol, bəli. Sistem haqqında məlumat verir. Sistem Sistem adını- adını- Aha, disklər, fayl və qovluqlarla iş təmin edir. File Explorer. File Explorer. Bir sual verim. Hansı faylın backup'ı olmur? Sistem faylının. Uşaqlar, bunu bilmirəm, yazmışıq yoxsa yox. Belə bir qeyd yazın, əgər yazmamışıqsa, deyirik ki, recycle bindən silinmiş faylların ehtiyac sürəti olur. Amma shift delete vasitəsilə silinənlərdə olmayacaq. Deyirik ki, ümumi shift qeyd kimi yazırıq ki, daha doğrusu Aha. faylın yalnız recycle binə düşərək silinməsində ehtiyac sürəti yaranır. Faylın yalnız recycle binə düşərək silinməsi zamanı ehtiyac sürəti yaranır. Yazdınız? Bunu deyəsən yazmışdım ama tanış gəlir. Demişəm, əslində, bilmirəm, bütün qruplarda yazdırmışam yoxsa yox. Amma dedim ki, sondu da 30 gününüz qaldı bu arada. Küçük bir hatırlatma da olsun sizə. Mənim yaramızı təzələməyin. Məncə update lazımdır. İndi qoşul. Hə. Keçək arxivatorlar. Arxivatorlar nə üçün istifadə olunur? Yəni bir fayl niyə arxivləşdirilsin? Bir Yerə yerə çatmaq sənəd üçün bir ya də da ki, ki, qorunmaq. mühafizəsi üçün. Bizə bir də yerə qənayə. Arxivləşmə dərəcəsi nədən asılı olur? Arxivatorda Arxivatorun tipindən, sıxılışından. Arxivləşmə üsulu, arxivatorun tipi, bir də faylın tipi. Faylın tipi, sıxılma üsulu, bir də arxivatorun növündən. Bəs ən çox sıxılmaya məruz qalan fayl hansı növə aiddir? Tif. Ən çox sıxılan. Mətn Sıxılmayandır. mətn faylları. Bəli, mətn faylları ən çox sıxılandır. Heç Az vaxt sıxılan- sıxılmayanlar Scan faylları. scan fayllardır. TIFF TIFF, və PGX genişlənməli olanlar. Arxivləşmədə xüsusi bir fayl formatı var idi. Hansı ki onlarda arxivatordan istifadə etmədən SFX. başa açmaq mümkündür. SFX. sfx.x sfx.exe Text. genişlənməli SFX adlı faylımız idi. Bəs ümumi götürsək, arxivator proqramlar hansılardır? Win. Tərkibində WinZip olmalıdır. RAR, bir də RAR. WinZip, sonra WinZip, RAR. Hamster, Power Archiver var. 7 zip, Zidar, Genius var. PZP-dir. bəli, PZip, Zip Genius var idi. Genius. bunlar Yazılır. hamısı
arxivləşmə proqramları. Bəs arxiv faylları hansılardır? O Zip, LRH olan tar, Bəli. sonra Arş, UU, CZ, TCZ. Bunlar hamısı arxiv faylların genişlənməsidir. Əsas məsələ Win-deyə arxiv fayl genişlənməsi yoxdur. Win-deyə genişlənmə yoxdur. Win proqramın özünün adında olan bir sizə xəbərdarlıq edici bir vasitə kimi qəbul edə bilərsiniz. Keçək indi arxivləşməni dedi. Hə, orada bir də hamster var idi. Bunu heyvanlardan yadda saxlayın ki, hamster arxivatordur. Panda da antivirusdur. Keçək virus antivirus məsələsinə. Hansı halda kompüterdə virus var deyə bilərik? Bir şey qaldı. Uşaqlar, arxivləşmə dərəcəsi nəyə təsir eləmirdi? Sətir səhifə səhifə sayına, satır sayına. bir saniyə təsir. Simvol. Yalnız həcm dəyişir. Yazmışdım. Yalnız həcm dəyişir. Ay sağ ol. Hə, getdik. Deməli, hansı hallarda kompüterdə virus var deyə bilərik? Ekrana yazılan gəlməsi, disk sürücünün açılıb qapanması, Hı. Faylların siqnallar gəlməsi. kopyalanması, çoxalması. Faylların öz-özünə itməsi, Çoxalması. sayının çoxalması, bunlar hamısı virus olduğunu göstərir. Bəs yaxşı, viruslar hansı qruplara bölünür? Hələcə qruplarını soruşuram. Yaşama mühitinə görə, ora düşmə şeyinə Ötürü görə, imkanlarına görə, nə Yox, görə? bir də alqoritmik xüsusiyyətinə görə. Yaşayış mühitinə, yoxdurma üsullarına, alqoritmik xüsusiyyətlərinə, bir də destekli imkanlarına. Yaşayış mühitinə görə necə bölünürdülər? Fayl yükləmə, fayl fayl yükleme, şəbəkə. Bir də şəbəkə. Fayl virusları hansı genişlənməli fayllarda qarşımıza çıxırdı? exe, compat. Ay, sağ ol. Yükleme virusunun olduğunu necə anlaya bilərik? Necə zərər verir bizə? Yükləmənin qarşısını alır. Proqramın yüklənməsini, yəni ekranda açılmasının bəli, ya qarşısını alır, ya gecikdirir. Sonra digərlərinə ehtiyac yoxdur. Bəs yaşayış mühitinin yoluxdurma üsullarına görə Rezident, Rezident, bir də qeyri-rezident. rezident olması nə ilə fərqlənir? Nə ilə bilirsən ki, bu rezidentdir? RAM-da qalır, yoxsa RAM-da özü Əməli yaddaşda daimi yerləşir. Təhlükə əməliyyatlar nəzərət Necə? deməli Eşitmədim ki, Mali. o var idi. Antivirus təsnifatında o mənada yoxsa? Yox. Hə, Rezident viruslar əməlim nə ilə fərqlənir? əməlim yaddaşda daim yerləşir. Öz- Amma qeyri-rezident qeyri-rezidentlər ancaq müəyyən müddətdə əməli yaddaşda aktiv olur da, amma rezident həmişə olur da, işlədiyi zaman əməliyyat Sonra keçək. sistemdə. Yox, keçmiyoruz. Destekli imkanlarına görə necə bölünür? Ziyansız, Təhlükəsiz, Malik. təhlükəli, çox Təhlükəli, təhlükəli. təhlükəsiz, çox Bölüm. təhlükəli, ziyansız. çox təhlükəli. Ziyansız, təhlükəsiz, təhlükəli və çox təhlükəli. Ziyansızla təhlükəsiz hansı zərər verə bilir? Onlar sadəcə diski dolu göstərir. Yaddaş sahəsini doluymuş kimi təqdim edir. Geri qalan heç bir zərəri yoxdur. Keçək alqoritmik xüsusiyyətlərə. Alqoritmik xüsusiyyətlərə görə necə bölünürdü? Makrovirus, parazit, Polimorf, troyan, soxul, Kompanyon, soxulcan, troyan, polimorf. tələbə, parazit. dərs, kompanyon. Kompanyon da var, bəli. Bunlardan hansıydı ki, ofis paket proqramlarında daha çox qarşımıza çıxır? Makrovirus. Hansılar rezident antivirusları aldadır? Stealth viruslar. Hansılar primitiv səhvləri olan viruslar kullanır? Tələbə. Bəli. Hansılar diskin yükləyici bölmələrini zədələyə və ya dəyişə bilirdi? Parazitlər.
Hansı ən şiddətli, ən zərərli hesab olunurdu? Troyan. Troyan. Troya müharibəsinin adından götürülür. Bəli. Xüsusi şifrələmə metodundan istifadə edən və bütün növ antivirusları aldadan Alimov. hansıydı? Alimov. Bəs öz surətini yayan hansıydı? Kampanya. Öz surətini yayır, yoxsa yox, kompanyon faylın surətini yayırdı. Faylın Çoxaltdı. sürətini yaydı. Necə? Faylın sürətini yaydı. Faylın surətini yayır. Öz surətini yayan parazitlərdir. Hə. Bunları qarışdırırdım mən. Maalesef öyrənməlisiniz gedənə kimi. Keçək indi antiviruslar. Antiviruslar hansılardır? Qrup olaraq. Editor, həkim, müfəttiş var idi. Bir də vaksin, immunizatorlar. Adnif hansına aiddir? Necə? Adnif Filtrə. Müfəttiş. Yox, Müfəttiş. müfəttiş. Hə. müfəttişlərə aiddir. Bəli. Adnif müfəttişdir. Bəs müfəttişlər necə işləyirdi? Demək, proqram, kataloqlara, Yalnız onlara məxsus olanları tapırdı. Müqayisə eləyir də. Müfəttişlər ilkin vəziyyətlə vəziyyətlə cari vəziyyəti müqayisə eləyənlər idi. Antiviral Toolkit Promonitor hansına aiddir? Həkim. Filtr. Filtrlara aiddir. Promonitor olan filtrdir, yaxşı. Bəs hansı xüsusiyyətlərə malik idi? təhlükəli əməliyyatlara nəzər Təhlükəli əməliyyatlara nəzarət edin. Bəli, Resident proqramı həm də. Hansıydı ki, əməli və xarici yaddaşda özünə məlum olanlar ancaq axtarır? Detektorlar. Detektorlar. Uşaqlar, bu tərifinə bir dənə fikir verin. Deyir ki, əməli və xarici yaddaşda onlara məlum olanları axtarır. Bunun aşağıdakının hansı düzgün fikirdir deyə qəbula salıb və belə vermişdilər. Əməli və daimi yaddaşda ikisi də daxili yaddaş olmuş olur axı. Əməli və daimi yaddaş deyirəmsə, daxili yaddaşlarda hər ikisi belə olmamalıdır. Əməli və xarici yaddaşda yerləşən. Biri daxilidir, biri xaricidir, yaxşı. Hə, bildim. İkisi də- Həkimlər, hə, RAM və ROM versə götürmürük də onu da. bəli. Hə. Həkimlər necə işləyirdi? Antivirus proqramları, virus Virusları aşkar edib və onları zərərsizləşdirir. imkan verir. Virusları aşkarlayır və zərərsizləşdirir. Burada hansı növləri misal göstərə bilərik buna? Node 32 var idi, Kaspersky var idi. Avast, Panda, Web, Doktor Solomon. Panda idi. Ava, Perspective. Avaz, Avu, Antiviral Toolkit. Ait. nədir? Toolkit nə? Pro. Scanner. Toolkit Pro. Uşaqlar, McAfee də var. Əsas məsələ Pandanı unutmayın. Çünki qəbula da salıblar onu. Çək. Bəs vaksinlər necə işləyir? Vaksinləşdirmə ilə. Vaksinləşmə yolu ilə yoluxmanın qarşısını. Bəli. Rezident. Aha. Bu iki dənə o filtrlə vaksin mən səhv yazmışdım imtahanda. İkisində də rezident sözü var axı orada. Ha, bəli, rezident proqramlardır, düzdür. Şöyle tətbiqi proqramlar nə üçün istifadə olunur? Tərif olaraq necə deyə Hansı bilərik? məsələni həll etmək Məsələni həll məqsədi ilə yaradılır. Bəli. Hətta belə bir tərifi də var. İstifadəçinin konkret məsələləri həlli üçün nəzərdə tutduğu proqram vasitələridir. Bəs biz tətbiqi proqram haqqında deyə bilərik ki, əməliyyat sisteminin nəzarət altında işləyir. Bəli. Bəli. Bu tərif qəbula düşüb. Deyir, əməliyyat sisteminin nəzarət altında işləyir. İstifadəçinin konkret məsələlərin həllini yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Tətbiqi proqram qrupları hansılardır? Ümumi təyinatlı. Təyinatlı üsul yönlü Yönlü problem problem. və global computation. Mesela bunlardan hansıydı ki, riyazi və üzr istəyirəm, iqtisadi və tibb sahələrində istifadə olunurdu, öz təcrübələrini bölüşürdü. Problem yönlü.
Aha, bəli. Adı Problem da var. Emicin Expert Ease var idi. Onu deyirsiniz. necə? O Emicin tipdə istifadə olunurdu. Emicin var idi. Onun Hı, bəli, ekspert sistemləri gedirdi orada. iqtisadiyyatda da Expert Ease var idi. Amma bu ekspert sistemi gedir də, o ikisi də. Bəli. Hətta onunla bağlı belə bir ifadə də verirlər. Problem yönlülər sənaye və qeyri-sənaye sahəsində baş verən problemləri aradan qaldırır. Əslində expert is bir də MIC-ni ümumi təyinatlının da içərisinə verirlər. Amma gedib digər bir kitabda, Sabit Kərimovun kitabında problem yönlülərə də vermişdilər. Bunlardan hansı idi ki, iqtisadi və riyazi məsələlərin həlli üçün nəzərdə tutulmuş qrup idi? Yönlü. Nə? Üsul yönlülər, bəli. Gəlin onunla başlayaq. Üsul yönlü proqramlar hansılardır? Məskət, MATLAB, matematik, Matematik, network, statistika, map, statistika, simplex, drive, TK paper solver. Pekka Solver, bəli. Keçək ən uzun. Ümumi təyinatlılar hansılardır? Qrup olaraq. Ay Allah. İnformasiyanın emal prosesində istifadə olunan proqramlar. Bəli, bura mətn redaktorlar, prosesorlara, sonra başqa nələrə aiddir? Grafik redaktorlar, nəşriyyat sistemləri, Cədvəl redaktorları, Proqramları verilən bazasında Audio, lüğət, tərcümə, integrallaşdırma paketləri, bəli, oyun proqramları, cədvəllər, qrafik, elektron təqdimatlar, bəli, mühakimət, audio-video oynadıcılar. bəli. Bunların hər biri ümumi təyinatlıdır. Gəlin indi bir baxaq. Mətn redaktorundan prosesorun fərqi. deməli, redaktorda mətn, sənəd, qrafik verilənləri dəyişdirilməsi üçün təyin olunur. Mətn redaktorları Mətnin daxil edilməsidir. redakt əməliyyatlarını icra edir. Ay, sağ ol. Prosesor da Redaktorlar onun Amma formasını prosesor əlavə olaraq onu formatlaşdırır. redaktorda söz səhv yazmışamsa düzəldə bilərəm. Amma prosesor formatlaşdırmaları saxlayır. Mətn redaktoru hansı proqramlardır? Microsoft Word, WordPad, Notepad, Lexicon, Bir də Write. Redaktorlar Notepad-lə Write-dır. aha. Mətn prosesorlar hansılardır? Microsoft Word, WordPad, WordPerfect, Multi-Edit, sonra Ami Pro var idi. WriteWordStar, Write. Lexicon, Keçək cədvəl prosesorlarına. Cədvəl prosesorlar hansılardır? cədvəl. Excel, Quattro Pro, superkalkulyator, bir də Lotus. 3 Super Calc, Super SAS. Spec Calculation, Visual Calculation, Quattro Pro, Excel. Bəs təqdimat proqramları? Təqdimat. PowerPoint, bir də MoveMaker-dır. Tərcümə və lüğət proqramları? Tərcümə Oxford, tərcümə Dilmap'tı, Prompt'tu, Sokrat'tı, Dilmap, Translate'li, Babylon'du, Intelsoft, lüğətdə Polyglot, Gəlin qarışdırmayaq. Bir deyək. Birinci tərcümə deyirik. Tərcümə hansılardır? Dilmanc, aha. Prompt, Sokrat, Sokrat, Translate, Socrates, Translate, Babylon, bir də Intelsoft. Intelsoft. Lüğət proqramları hansılardır? Cambridge, Oxford, Oxford, Cambridge, Polyglot, bir də Polyglot, Style, bir də Abi- Lingua. var idi. Bəli. Bunlar bizə sual kimi düşə bilər. Düşə bilər əlbəttə ki, boy. Var idi. Neydi? Aslında Sınaqlarda var, üçlərdə bəli. Üçlər dediyimiz qəbullardır zaten. Verilən baza idarəetmə sistemləri hansılardır? neydi o? Clipper, Informix var idi. Docs var,
var idi. Progress. Oracle var idi. Access var idi. Yadda qalan bunlar da oldular. Yadına qaldı. SQL, İngilis, Data Age. SQL, SQL Server, Paradox, Informix, Automate. CBase, Fox Pro Paradox dedi. Hə, Clipper. Data East də var idi. Bəli. Keçək. Elektron poçt və şəbəkə proqramlarımız. Elektron poçt üçün nəzərdə tutulan hansılardır? MS Outlook vardı. Bir də Eudora var idi. Bəs naviqasiya brauzerlər, O Opera, Safari, Netscape Navigator, Microsoft Edge var idi. Internet Explorer var. Sonra Google Chrome da özü aiddir. çək. Bəs hansı proqram növü idi ki, özündə həm qrafikanı, həm də mətn redaktorlarını işi birləşdirirdi? Nəşriyyat sistemi. Nəşriyyat sistemləri idi, bəli. Yox, o da ümumi təyinatla aid idi. İnstrumental proqramlar hansılar? Bir dəqiqə. Bank sistemində istifadə olunan şəbəkənin tərkibinə aid olan hansılardır? Necə müəllimə? Bank sistemində Swift. istifadə olunan Yes, Reuters, Desktop Swift. var idi. Swift, Reuters, bir də Sprint aid idi, bəli. İnstrumental proqramlar hansılardır? adında Maker, Ventura, Page, bir de Express olanlar. Onlar nəşriyyat deyildi, instrumental soruşuram. Ben nəşriyyat başa düşdüm. Nəşriyyatı bayaq dedik ki, özündə qrafikanı və mətni birləşdirir. Əslində Proqramlar adları yaratmaq məqsədi ilə istifadə olunur. instrumental yeni proqramlar yaratmaq məqsədi ilədir, bəli. İnstrumental proqramlara hansılar aiddir? Qrup olaraq. İki yerə bölünürdü. Aşağı Daha səviyyə. səviyyəli, yuxarı səviyyə. Oy. Proqramlaşdırma dilləri, case texnologiyaları, Hə, onlar deyirsiniz. Hə. bir də bitlər. Proqramlaşdırma dilləri bəli, iki yerə bölünür. Yuxarı və aşağı səviyyəli dillər. Bunun hansı idi insan danışıq dilinə daha yaxın idi? Yuxarı səviyyəli. Bəli. Aşağı səviyyəli dillər hansılardır? İki dənə idi. Assembler. Assembler dili idi bir. Bir də AutoCode. AutoCode. Necə? AutoCode. Ha, AutoCode. Yüksək səviyyəli dillərdən hansıları tanıyırıq? Algol, Python, C++. Pascal, Basic, Pascal, Java, HTML, Python, Lisp, PHP. Prolog, Python var idi, Fort var idi. Bəli. Algol, Basic yadda, o bunlar yadda qalır. Bir də C++ var idi. C-nin özü var idi. Var, C var, bəli. Ada var idi. C Sharp, JavaScript. Mühitlər hansılardır? Necə? Mühitlər. Turbo Pascal, Pascal ABS, C++, NetBeans, Visual Studio, Web Studio. Bunlar hamısı mühitlərdir. Translyator daha nədir? Metin soruşurdunuz siz, hə? Soruşmuşdum. Aha. Translyator nədir? Proqramlaşdırma dilindən maşın dilinə çevirmək Çevirən. istifadə olunur. Bunun hansı hazır proqramı icra eləyirdi? Kompilator. İstəyirsə çevirən. interpretator. Sağ ol. Bunlar uşaqlar yadınızı saxlayın, mətn tərcümə eləmir. Sadəcə olaraq proqramı tərcümə edir, yaxud da emal edir, çevirir, belə deyirik. Sonra Case texnologiyalar nə üçün istifadə olunur? İnformasiya sistemi İnformasiya sistemini yaratmaq üçün. hazırlanmasında, avtomatlaşdırmasında. Bura aid olan proqram vasitələri hansılardır? Onun adları uzun idi. Qısqaları hələ ki deyin. Bu Pivin, bir də Case, Clearcase, bəli. Top, Citizen Tools var idi. o Discover Development Information System var idi. Composer, Workspace var. Application Development Workbench. Bəli. Bunlar hamısı da case'lərdir. Proqramın endirilməsi hardan haradır?
Birinci Yaddaş. İnternetdə xarici yaddaşı. İnternetdə xarici yaddaşı. Quraşdırmaq, endirmək, Xarici yaddaşın səs Xarici diski. yaddaşdan sərt disk. okey. quraşdırmaq, xarici yaddaşdan sərt diskə yükləmək, Xarici Xarici yaddaşdan yaddaşdan əməli yaddaş. əməliyyat. sərt diskdən əməli yaddaşı yaxud da xarici yaddaşdan əməli yaddaşı. Hansı proqramlar portable adlanırdı? Daşına bilən. Mhm. Hansı proqramlar demodur? Proqramın hər hansı hissəsi Müəyyən işləmir, fərqlidir. değil mi? Aha. Vacib parametrlərindən biri sıradan çıxarılmış olanlardır. Qrek proqramlar nədir? necə? Mhm. Pulla olanları elə bir ödənişli olanlar Ödənişsiz ödənişli qalmış. şəkildə. Proqramların ödənişsiz şəkildə yayılmalı. Free Elənmək üçün hansı proqram vasitələrindən istifadə olunur? Necə adlanır o qrup? necə müəllimə? Hə, crack. Elənmək üçün. Bəd niyyətlər Keygenlər. oğurlayır, sındırmaq istəyirlər proqramı. Aha, onun üçün keygenlərdən istifadə Ah. edirlər. Yəni açar proqramlardan istifadə edirlər. Sonra elə ki, elə bu qədər. Driverlər nə idi? Driver. Driverlər Əlaqə. əməliyyat sisteminə tanıdan sistem proqramıdır. Qarşı əlaqə yaradırdı da. Bəli, qarşılıqlı əlaqə